Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayonu İsmətli kənd sakini 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürüldüyü müəyyən edilib. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq Almaz Cəfərovanın yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. Məlumatlara görə mərhumun 4 övladı var və onlar Rusiya Federasiyasında yaşayırlar. Hadisəni törətməkdə şübhəli bilinən gəlini isə bir müddət əvvəl kəndə gəlibmiş. Faktla bağlı araşdırmalar davam etdirilir.